Hansı daha yaxşıdır? Onlayn dərs yoxsa video kurs? Bu sualın cavabı fərddən fərdə görə dəyişir. Kimlər üçün onlayn dərs, kimlər üçün isə video kurs daha üstündür. Bu videoda bunları müqayisə edərək bir-birlərinə nisbətən müsbət və mənfi cəhətlərini göstərəcəm. İlk olaraq onlayn dərsdən başlayaq. Onlayn dərsin üstün cəhəti odur ki, siz birbaşa olaraq müəllimlə əlaqədə olursunuz və müəllim dərsi izah edərkən sualınız yarandığı halda həmin anda o sualın cavabını tapa bilirsiniz. Onlayn dərslərin dəqiq gün və saatı olduğu üçün siz dərslərə daha məsuliyyətli yanaşa bilirsiniz. Həmçinin onlayn dərs ilə öyrənmə zamanı siz müəllimlə birlikdə daha çox zaman keçirir və ondan öyrənmə imkanına sahib olursunuz. Bəs video kurs onlayn dərsə nisbətən hansı üstünlüklərə malikdir? İndi gəlin bu haqda danışaq. İlk olaraq onlayn dərsə daxil olduğumuz zaman bəzən yorğun və yaxud da fikirli ola bilirik. Bu isə dərsə tam olaraq köklənməməyimizlə nəticələnir və nəticədə biz dərsdən lazım olan effekti ala bilmirik. Onlayn dərsdən sonra isə müəllimin dedikləri bizim yadımızdan çıxır və gələn dərs biz həmin sualları yenidən müəllimə verməli oluruq. Video kurs ilə öyrənmə zamanı isə biz ən verimli olduğumuz saatı seçə və o saatda dərsləri izləyə bilirik. Hər hansı bir yeri başa düşməsək, dərsləri geriyə verib həmin hissəyə yenidən baxa və sualımız olduğu zaman müəllimdən soruşmaq imkanına sahib oluruq. Tutaq ki, hər dərsimiz 2 saat olsa və biz ay ərzində 8 dərs keçsək, bu ümumilikdə 2 aya 32 saat dərsə ayırmaq deməkdir. Video kurs ilə öyrənmə zamanı isə biz tutaq ki, 20-25 saatlıq materialı əldə eləmiş oluruq və daha sonra istədiyimiz vaxt həmin videoları izləyə bilirik. Yəni, video kurs ilə öyrənmə zamanı biz dərsə daha az zaman sərf eləmiş oluruq. Video kursun üstünlüklərindən biri də videoların həmişəlik olaraq bizdə qalmasıdır ki, ola bilər ki, 3 ildən, 4 ildən sonra, hətta 1 aydan sonra biz öyrəndiklərimizin müəyyən hissəsini unudaq. Bu zaman biz videoları açıb yenidən təkrar izləyə bilirik və daha öncə öyrəndiklərimizi yenidən özümüzə xatırladırıq. Videonun əvvəlində dediyim kimi, bunlardan hansının daha yaxşı olması fərddən fərdə görə dəyişir. Bəzi insanlar var ki, onlar müəllim olmadan məsuliyyət hissini özlərində yarada bilmirlər və buna görə də mütləq şəkildə onlayn dərs keçməli olurlar. Amma kimlər ki, özü üçün plan qurub, o plan üzrə hərəkət edə bilir, düşünürəm ki, onlar üçün video kurs daha faydalıdır. Və sizin fikrinizcə bir şeyi onlayn öyrənmək daha yaxşıdır, yoxsa onun video kursunu əldə edib videoları izləyərək? Rəylərinizi şərh bölməsində bizimlə bölüşün.